şeymi? Slider əla şey. Prosta əla. Evet. Tamam. Slider. Yaxşı. Slider başa düşdük. Slider'dan əvvəl nə keçmiş? If else. Can. Aynen. Bakmayacağım. Array nədir? Array deyirsən. Yapışmışsın bu array'dən, array'siz həyat yoxdur. Bu neçədir? 6'dır. Deməli, bu günlərdən 17 olacaqdır. Mən heç nə görmürəm. Mən heç nə görmürəm. Kim deyir? Yusuf? Allah. Yusuf deyir. Ay lay. Salam müəllim, hər vaxtınız xeyir. Lay. Ay lay. Tak. Deməli, bizim oba zatdan sonra neydi onun adı? If'ten sonra, yani if'ler bizim programlaştırmanın esas 3 ayağından birini teşkil edirlər. Çünkü budaqlamalara yol açılır. Ama mesele ondadır ki biz indiyənəcən, yani ki böyle deyək də, tek istiqamətdə gedən budaqlamalara baxırdıq. Yani demişdik ki, bizim ayağım, bizim necəsən? Yoxsan? Yox. Tak, bizim deyirdik ki, program axışımız beləncədir ki, məsələn, tutalım ki, burada gəlirik, sual veririk. Ondan sonra 2 dənə yol var. Ya bu istiqamətə, ya bu istiqamətə. Ya hə və ya yox. Əgər hədirsə, məsəl üçün də və əgər yoxdursa, məsəl üçün. O zaman bu əməliyyatı iş eləyir. Amma bəzən elə bir hal olur ki, hə və ya yox dediyimiz zaman, hə və ya yox dediyimiz vaxtı, bu qabağa gedib, yəni ki, hər hansı bir əməliyyatı görmək əvəzinə biz qayıdıb, məsəl üçün, hər hansı bir əvvəlki əməliyyatı təkrarlamaq məcburiyyətində qalırıq. Yəni ki, bu sualın cavabı əgər hədirsə, o zaman məsələn bunu bir də təkrarla. Nə vaxta qədər? O vaxta qədər ki, burada nəticə yox olsun və bu misal üçün bu istiqamətə davam edesin. Aydındır mı? Bax, bu cür struktur loop adlanır. Yani çünkü burada bir dövrülma şeyi var, dövretmez adı var. Ve looplar da bir neçə növdür. Birincisi, ikincisi bütün programlaştırma dillerinde mevcut olan bir şeydir ve çok faydalı bir şeydir. Niye? Sebebi ondan ibarətdir ki, belə deyək də, nə demişdik biz başta ki, biz programlaştırma nə üçün lazımdır? Bizim işimizi asanlaşdırmaq üçün, düzdürmü? Bəs yaxşı, biz ümumiyyətlə nə vaxt yoruluruq? Hansı işlər bizi yorur? Monoton işlər, nə vaxt ki, dəfələrlə eyni işi görmək məcburiyyətində qalırıq, o zaman bəli, yoruluruq. Bax, bu iş bizə imkan verir ki, biz o monotonluqdan qurtulaq və onu yıxaq proqramın boyuna, o bizim üçün həmin işi görsün. Tamam mı? Yəni və bu təkrar əslində bizə bir çox vaxtı lazım olur. Həqiqətən. Yəni məsəl üçün də tutalım ki, ən bəsit şeylərdən tutmuş, biraz daha mürəkkəb şeylərə qədər. Birazdan misalını göstərim.
İndi gəlin baxaq ki, bu ümumiyyətlə JavaScript-də və ya başqa şeylərdə necə baş verir. Bizim belə bir strukturumuz var. While. While strukturundan biz demək olar ki, istifadə eləməyəcəyik. Sadəcə göstərirəm ki, bu necə işləyir. Bunun içərisində biz şərtini yazırıq, condition'ını yazırıq. Bunun içərisində isə operationlarını yazırıq, hansıların ki, təkrar olunması bizim üçün istənilir. Tamam mı? Yəni, ümumi şeyi bundan ibarətdir. İndi condition necə ola bilər? Nə condition ola bilər? Yəni, bizə true və false verən hər hansı bir şərt. Yəni, nəsə nədənsə böyükdür, nəsə nədənsə bərabərdir, nəsə nədənsə fərqlidir filan feşməkan və ya hər hansı bir ümumiyyətlə hadisənin baş verməsi. Məsəl üçün, escape-a basana qədər və ya misal üçün space düyməsinə basana qədər filan feşməkan. Yalnız bu cür hallarda bu space düyməsinə basana qədər olan misal kimi bu biraz təhlükəli olur. Niyə? Çünki bəlkə istifadəçi short space-ə basmadı. Onda nə baş verəcək? Onda bəli, bu sonsuza dək dövr eləyəcək. Və bu da, bilirsiniz nətər, yadınızda saxlayın. Looplar müəyyən bir müddətdən bir əməliyyatı təkrar eləyənlər deyildir. Başa düşürsünüz? Yəni ki, biz o sliderda, nə bilim, set intervaldan zaddan istifadə eləmişik, bir saniyədə bir bunu təkrar eləyir. Bu o deyil. Bu odur ki, bizim misal üçün 1 milyon dəfə nəsə bir şey yazmalıyıq. Onu o 1 milyonu bir dəfəyə eləyir. Aydındır mı? Və yəni ki, burada misal üçün 1 milyon deyil də misal üçün sonsuz olursa, o yəni ki, həmin o sürətlə onu sonsuza dək eləməyə çalışır. O zaman da aydın məsələdir ki, bizim həm prosesorimizi o minir, həm də ki, RAM-imizi minir. Yəni ki, kompüter bir mənalı olaraq ölür. Buna görə də while bu cəhətdən çox təhlükəli bir strukturdur. Tamam mı? Bunun üçün burada belə axmaq şərtlər verməməyə çalışırıq ümumiyyətlə. Onun əvəzinə hər hansı bir sayıla biləcək bir şey verməyə çalışırıq. Ki, misal üçün 1 milyon dənə olmasın, məsələn 100 dənə olsun və ya 10 dənə olsun. Bizə nə qədər lazımdırsa. Onun üçün də sayğac lazımdır. Yəni ki, məsələn, tutalım ki, burada bir dənə sayğac yaradırıq, məsəl üçün count. Və deyirik ki, bizim misal üçün countumuz tutalım ki, başlanğıçdan neçə olsun, məsələn 0 olsun. Ondan sonra misal üçün count ondan kiçik olduğu müddətcə bu işi görür. Amma yəni ki, bu arada count'u da bir artırmağa çalış. Tamam mı? Onun üçün burada count 0-dan başlayacaq, ondan sonra hər fırlanışda 1 artacaq, nə vaxta qədər ondan kiçik olduğu müddətcə, məsəl üçün mən istəyirəm ki, ən sadə formada konsol loqunun içərisində məsəl üçün count'u bizim üçün çıxartsın. Tamam, beləncə. İndi məsəl üçün biz baxsaq bizim konsola, görürük ki, 0-cı fırlanış, 1-ci, 2-ci, 3-cü, 9-cu fırlanış formasında bizim üçün şeyləri çıxartdı. Tamam mı? Yəni ki, bu rəqəmləri verir bizə. 0, 1, 2, 3, 4, 5 filan feşməkan. Təkrarladı bunu 10 dəfə. Yəni bunu biz məsəl üçün 100 yazsaydıq, o zaman bizə 100-ə qədər verəcəkdi. Yəni o qədər asan bir şəkildə. Yəni gördüyünüz kimi bir çıxartmır ki, biz onu görək 1-ci, 2-ci, 3-cü filan feşməkan. Yəni bu hamısını birdən verir bizə. Bunu heç vaxt unutmayın. Bizim dövrlərimiz bundandır. Hamısını birdən verir. Nədir? Bu arada burada count qlobal dəyişən olduğuna görə while'ın içərisində yox, while'ın çölündə yaranmış bir dəyişən olduğuna görə biz məsəl üçün də bu bitdikdən sonra desək ki, bizə zəhmət olmasa count'u göstər. Yox, niyə 0 versin ki? Bu qlobaldır. Qlobal olduğuna görə mən bunu burada çağıra bilərəm, bunu burada hətta dəyişdirə də bilərəm.
Məsəl üçün deyə bilərəm ki, count olsun, məsəl üçün 85. Tamam. Və o da 85 olacaq. Tamam. Ona görə də while yəni hər tərəfli təhlükəli bir struktur. Yəni ki, bu elə bir dəyişəndir ki, onu çöldən dəyişdirmək mümkündür. Və bu misal üçün dövrə girdiyi zaman biz bu anda həmin dəyişəni dəyişdirsək, o zaman dövr bizə lazım olan sayda əməliyyat eləməyəcək. Ya əksik eləyəcək, ya artıq eləyəcək və s. və axır. Ona görə də bunu istifadə eləmirik. Sadəcə biz deyil. Biraz araşdırsanız NASA-nın developerları üçün yazdığı bir də guidebook var. Hardasa bir nə bilim 40-50 səhifəlik bir PDF-dir. Onun içərisinə baxsanız görəcəksiniz ki, o da while istifadə eləməyi tövsiyə eləmir. Deyir ki, əgər mümkündürsə, o zaman biz while-ı başqa bir strukturunun əvəz eləməliyik. Tamam? O başqa struktur hansı? O başqa struktur ay Allah. For adlanır. Və for da eyni qaydada burasına condition yazırıq, burasında isə operation yazırıq. Tamam? For sayğacı öz içərisində yaratmağa imkan yarayan bir sistemdir. Tamam mı? Biz sayğacı birbaşa burada yaradırıq. Məsəl üçün deyirik, sayğacın adını adətən qoyuruq i. Iteration deməkdir. Iteration fırlanış. Yəni hər bir təkrar iteration adlanır. Ondan sonra şərtimizi yazırıq. Məsəl üçün if ondan kiçik olduğu müddətcə. Ondan sonra artış miqdarını və ya dəyişmə miqdarını yazırıq. Məsəl üçün i plus plus. Tamam mı? Yəni görürsünüz ki, burada qabaqlar bizdə hamısı səpələnmişdi. Dəyişəni biz çöldə yaratmışıq. Şərtini biz condition'da yoxlayırdıq, dəyişməsini biz bədənində dəyişdirirdik. Burada bütün hamısı baş verir condition olan mütərizəsinin içərisində. Tamam mı? Burada da bizə eyni şey lazımdırsa, tamam. Aha. Bunu burada qeyd edirik və ondan sonra baxırıq nəticəyə, görürük ki, bu ümumiyyətlə bizə heç nə vermədi. Niyə vermədi? Allah bilir. Çünki bu əvvəlki şeyə görə baxın orada fırlanır, sonsuz dövrə girib. Evet, onun üçün biz bunu söndürüb tezdən yandırırıq. Benim o nöqtə vergül qoymuşsun, o yeni adi vergül qoymalı var. Nöqtəli vergül yerinə adi. Nöqtəli vergül nədir? Şimdi yalnız mesela eğer kiçikdə ondan nöqtəli vergül, Hə. o yeni adi vergül qoymaq olar. Yox. Niyə olsun ki? Sən eyni xasiyyətdən hələ də imtina etməlisən. Ya bura tirə də qoymaq olar. Amma olmaz. Ya nöqtə də qoymaq olmaz. Slash da qoymaq olmaz. Bura heç bir şey qoymaq olmaz nöqtəli vergüldən başqa. Yəni bax, başa düş ki, mən misal üçün də tutalım ki, bura konsol loq yazıldığı zaman, məsələn, görürsən bu sətrin sonunda mütləq şəkildə nöqtəli vergül qoyur. Düzdürmü? Mən ki onu qoymamışam. Niyə səncə? Qoymamaq olar, bəli. Və yəni nə isə eləməmək mümkündürsə mən onu eləmirəm. Niyə? Çünki mən tənbəl bir proqramçıyam. Başa düşürsən? Proqramçılar, peşəkar proqramçılar tənbəldir. Nəyi etməmək mümkündürsə onlar etmirlər. Amma mən belə bəzi şeyləri yazıramsa, deməli o mütləq şəkildə yazılmalıdır. Burada son şəkildə etməyəcək, baş-boş qalsın. Bu başıboş qalmır axı. Burada elə bir şey yoxdur ki, o başıboş variant yoxdur ki, başıboş qalsın. Yeganə variant odur ki, sən onu səhv yazasan. Məsəl üçün, burada böyükdür işarəsi qoyasan. Amma bu sənin problemindir.
Bu forun problemi değil. Tabii ki işlemeyeceksen deyirsən ki sıfırdan başla ve ondan büyük ol. Ha. While'ın içerisinde her hansı bir şart yazıla bilərdi. Mesela düşünsən filan düğmeye basılana kadar. Misal burada onu eləmək olmaz. Forun içerisinde mütləq şekilde sayğac olmalıdır. Bir. İkincisi, mesela için buradaki count'u biz çölden değiştirə bilirdik. Burada biz ini çölden göre bilirik mi? Deyir ki i is not defined. Niye? Çünkü biz onu define eləmişik bunun içerisinde. Bu ancak ve ancak buradaki müterza için geçerlidir. Onun için burada i müdafiə olunur, qorunur, encapsulated. Yani içerisine hapsolunur. Tamam mı? Ona göre biz bu fora hiçbir şekilde müdahale edebilmirik qətiyyən. Buna göre bu nispeten buna göre tehlikesizdir. Ya belə deyək də, sən axmaq bir səhv eləməsən, bunun hiçbir günahı yoktur. Tamam. Burada elə bir ihtimal var ki, yani bu sen yazdığın o hiçbir error vermedi, mantıklı görsənir. Ama yani ki müəyyən bir halda misal için bu tehlikeli olabilir. Burada yoktur elə bir şey. Bu ya səhvlə yazmırsansa o sırası orada yazacaq ki səhv yazmırsan. Ama elə bir şey yoktur ki orada hərvətçədən duracaq o vaxta kadar ki nə bilim nə. Ondan sonra bir də səni pis vəziyyətə qoyacaq. Onun elə bir halı yoktur. Yəni. Yaxşı. Şimdi bu ne işe yarayır? Mesela için, balaca bir misal. Yəqin ki bu saytdan yani istifadə edən varsa bir iki nəfərdir. Düzdür mü? Var istifadə edən. Bu nedir? Facebook Marketplace təzə çıxıb bu. Doğru. Yox. Ha, burada yok. Bu nedir? Var, login on your phone. Ha, deməli, istifadə edirsiniz bu saytdan? Doğru. Yok şurada. Tak. Deməli, burada məsəl üçün də birdən qeydiyyatdan keçmək istəsəniz, addı, soyaddı, nə bilim, nədir filan seçmək. Yəni ondan sonra ad günü seçdiyiniz vaxtda ayı seçirsiniz, günü seçirsiniz. Məsəl üçün ili seçmək istəyirsiniz. İli seçmək istədiyiniz vaxtda, misal üçün burada 2026'dan başlayır və gedir məsəl üçün o yana. Nə vaxta kadar gedir sizcə? Nə qədər də? Məsələn, bir təxminən, neçənci ilə qədər gedir? 101 zaten. Neçə? 101. Yəni nə qədər olacaq? Ondan da ya da son size Bence 1900'deydi. Yəni gedirik. 1900'da deməli 126 yaşlı şey 1876'ya kadar gelir. Yakın karşıdaymış. Ben ne bileyim niye? Ondan sonra diyor. Bilirsən yani bu 1876'da anadan olmuş insan benden 100 yıl büyüktü. Yani uçursan yani ben böyle 1900 ne bileyim 70 neçənci yılın istehsalıyım. Bu 1870 neçə. Ama buradaki illerin burada olması için bu hansı elementtir millet? Azaltma. Nerede? Bu hansı elementtir? HTML elementi. Select'tir. Select'in içerisinde ne olur? Optionlardır. Deməli burada neçə dənə option var? Bayağı var. Bak yani bu bayanı əmələ gətirməkdən ötürü gəlin bunu eləyək də. CS07B.htm olsun. Ne? Tutalım ki bizim burada bir dənə select'imiz var. Budur mesela ID'si olsun mesela year. Okay mi? Ve bize lazımdır ki bu select'in içerisinde 2026'dan 1876'ya kadar iller əmələ gelsin. Yani ki bunun içerisinde biz neçə dənə option əmələ getirməliyik? Bir bakın.
Yani ki burada 2026 olacak ve bundan olacak. Yani başka vakti sen bunu elle yazmalısın. Bunu eləməlisin 25, bunu eləməlisin 24, bunu eləməlisin 23, burası olacak 22, burası olacak 21, burası olacak 20. Mesela üçün sana bunu tapşırsalar da, mesela Facebook'ta işləyirsən, sana tapşırırlar ki, yani bu işi gör yine. Yani sen söyə bunu bir gün ərzində eləyəcəksən. Elədir, elə deyil. Yani budur monoton iş hansı ki bize yorur. Şimdi biz bunu elle eləmək istəmiriksə, baxın da indi option ID nə bilim nə filan yəni ki. Bunu əvvəlcə bura bir dənə select script yazırıq. Ondan sonra burada bir dənə i üçün konstant yaradırıq. Ondan sonra deyirik ki bizim belə bir elementimiz var. Tak, şimdi biz ne inlemeliyiz? Biz year'ın inner işlemeline əlavə eləməliyik. Option. Bunun içərisində də yazmalıyıq, misal üçün, hər hansı bir ili. Düzdürmü? Məsəl üçün, hal-hazırda buna baxsaq. Ay Allah. Aha, hal-hazırda bizdə burada bir dənəsi əmələ gəldi. Okey mi? Amma bunu biz təkrar eləməliyik, neçə 100.000 dəfə. Tamam mı? Onun üçün bu təkrarı eləmək üçün biz buradan istifadə edə bilərik for'dan. Evet. Burada ne yazırıq? Burada yazırıq ki bizim imiz olsun. İ neçədən başlayır? 2026'dan başlayır. Azala gedəcək. Nə vaxta qədər gedəcək? 1876-cı ildən böyük olduğu müddətcə onları yazsın və 26'dan başlamışıq və geriyə doğru gediriksə, bir azalırıqsa, o zaman bizim imiz bir azala getməlidir. Gözün bunun sözünü deyirik. Və bu formun içərisində hər dəfəsində də hər iterasiya üçün bunu əlavə eləyəcək. Belə elədiyimiz vaxtda bizim bu dəqiqə burada bir vaqon 2026 əmələ gəlib, amma bizə 26 lazım deyil, bizə burada i lazımdır. Onun üçün bura i-ni əlavə eləyirik və budur sizə 77'ye kadar elədi. Bunu böyük veya bərabərdir yaza bilərik. O zaman 76'ya kadar devam edir. Şu. Yani Facebook'un bir dənə elementini biz burada yaratmış olduk. Belə yavaş eləsəniz bütün Facebook'u yaza bilərsiniz. Bu arada bunu her zaman elle mi yazacaksınız? Yani gelen il dönəndə bunu tezden düzəldəcəksiniz elle. Bu necə eləmək olar ki? Avtomatik cari ili götürsün. İyi beraber olayım müddet. Bunu necə yazırdıq? New date get full year. Bəli. O zaman baxın 26'nı bizim üçün avtomatik tapdı və hal-hazırda arxain ola bilər ki, il dönəndə bu da özü olur.
Get virgül sonra bir şey oldu. Hansı vergül? Get virgül Ha. yeni şey yeni Ne? Hı. Çünkü sen buradaki opsiyonu bağlamamışsın. şeyin sonu. Yukarıda sen. Oy. Вот. Böyle işler. Başka harda bu bize lazım olabilir? Çok yerde yani herhangi bir sayta açsanız mesela. Alt tarafında mesela Görürsünüz ki yani burada bir haber var, burada bir haber var, burada bir haber var, burada bir haber var, burada 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 var, burada. Neçə 100 milyon defa var? Bir sürü var. Hamısının strukturu eynidir. Yəni bu eyni koddur, hansını ki burada təkrarlayıblar və salam. Ha, məzmun fərqlidir, bu başqa söhbətdir. Onu da həll eləyəcəyik zamanla. Amma məsələ ondadır ki, bunları necə deyirlər, forla təkrarlayırlar. Onun üçün bu nədir? Tamam. Yaxşı. Gəlin bir dənə də iş görək. Nə işi görək? Məsəl üçün, sizdən bəsit bir şey istəyirəm mən. Özünüz eləməyə çalışın. JavaScript nol. Haradadır burada? 7. Budur. Hə, C. Tek. Mən istəyirəm ki, siz mənim üçün belə silsilə əmələ gətirəsiniz. Yəni 1, 2, 3, 4, 5, 6, 7, 8 məsəl üçün tutalım ki 20'ye kimi geçsin məsələn. 20'ye kimi yox, lap şey kimi geçsin. 26'ya kimi geçsin. Məsələn, belə bir silsilə istəyirəm. Böyle dalbadal geçsin, aralarında virgüller olsun falan. Şu, Salih. 2 olsun elbette ki, niye olmasın ki? Şimdi 2 olmasın. Ben demişim. Oy.
Birincisi bunu harası çıkartmak lazımdı. Onun için yani buna bir konteyner yaradıram. ID'sini verə bilərsiniz, verməyə bilərsiniz. H1 zaten bir dənə tag olduğuna görə bu bizim yeganə tagimiz olduğuna görə bunu ID'siz də tapa bilərik. Necə? Query selector'la tapa bilərik. Adını nə qoyaq? Məsələn, nəsə. Hə. H1. O. İndi mənə nə lazımdır? Mənə lazımdır ki, bunun içərisinə mən hər zaman əlavə edeyim bir dənə rəqəmi. Hansısa rəqəm burada olacaq. Və aydın məsələdir ki, bu rəqəmlər bir neçə dənə olduğuna görə bizim burada fora ehtiyacımız var. Tamam mı? Mesela. Bu for neçədən başlayacaq, neçədə qutaracaq? Məsəl üçün 26'da qutaracaq demişdik. 6. Yox, 8, 9, 6. Burada. Aha. Ondan sonra neçədən başlayacaq? 1'dən başlayacaq demişdik. Bir artacaq mı? Bəli, bir artacaq. Və yəni ki, bu məqamda burada məsəl üçün tutalım ki, ini əlavə eləməsini istəyə bilərik. Bu nədir bizdə? Bizdə 7C'dir. Baxırıq ki, bizim 7C'miz burada nə iş görür? C. Aha. 7C dedi ki, assignment to constant variable filan feşməkən. Bu nəsə yox. Nəsənin, bəli, inner HTML-nə bunun yazılmasını istəyirik və belə bir şey burada əldə etmiş olduq. Yəni, qəşəng, super. 26 yoxdur. 26'nın olması üçün bura kiçik və bərabərdir yazmaq lazımdır. Ondan sonra bir də aralarında vergüllər və boşluqlar yoxdur. Aha, i plus bilən bulan. Yes. Vergül və boşluq məsəl üçün versək, o zaman bilən içinə romantik formada görsənir. Qəşəng, super. Amma bir dənə əmma var ki, burada mən axırıncı rəqəmdən sonra vergülün olmasını istəmiyorum. Bəli, bunun üçün nəsə bir şey yazmaq lazım. Nə? If-lə yazmaq olar. Olar əlbəttə ki, hətta yəni ki, if-lə yazmaq lazımdır. Başqa necə yazmaq? Yox, başqa cür də yazmaq olar, aydın məsələdir ki, onu da göstərəcəm, amma yəni siz hal-hazırda bir təzə başlayan, necə deyərlər, junior HTML developer olaraq. Evet, bunu if-lə yazmalısınız. Necə yazacaqsınız? İlk If. İlk A bərabərsə 25'ə. 26'sa sadece 25. Var. Deməli, buraya yazırıq, əgər bizim imiz 26'ya bərabərdirsə, o zaman buna virgülü yazmasın deyirik. Öyle mi? Əks halda isə virgülü yazırıq deyirik. Öyle mi? Bəli. Həll olundu. Geçək. Okey mi? Yok.
Hı. Ne işlemedi? Bir işte. Beraber dedikleri. Yıllar günahkar. Hı. Ha. Yalnız burada bizde hər iki halda nəsəyə biz əlavə edirik nanay. Ha? Nə? Yine tekrar nasıl ne işime yazmaya çalışıyorum. Yazma ehtiyac yoxdur bir mənalı olaraq. Ben sual edip Yəni ki, i hər halda yazılır. İ hər halda yazılır. Əgər belə deyək də, i 26-dan kiçikdirsə, o zaman vergül yazılmalıdır. Əgər kiçik deyilsə, vergül yazılmamalıdır. Yəni, bu formada da yaza bilərik. Bəli. i həmişə yazılır. ben Vergül isə 26-dan kiçik olduğu zaman yazılır. Bəli, Terner ilə də yazmaq olar bunu. Terner ilə də yazmaq olar. Yaza bilərik ki, əgər i 26-dan kiçikdirsə, o zaman vergül də yazırıq. Kiçik deyilsə, o zaman heç də yazmırıq. Amma bu biraz belə çok da rahat bir şey değil. Neydi onun adı? Yazılış değil. Hele bura bir zat yazmalıyıq, ne bileyim, mötərizə yazmalıyıq. Yani bu biraz karışık bir yazılışdır. Onun için yani böyle olsa çok daha şey olur. Məqsədə uyğun olur. Tamam? Bu. Ama aydın məsələdir ki, bayaq dediyim kimi bu böyle junior, ne bileyim, HTML developer'ın yazdığı koddur. Hərçənd tamamilə doğru bir koddur. Yani burada artıq eksik hiçbir şey yoktur. Yani bu tamamilə doğru koddur. Size sadece bu dakika biraz alternatif bir şey göstermeye çalışacağım. Gelin biraz oynayaq, eksperiment edək. Eksperiment ondan ibarətdir ki, məsəl üçün, bizim problemimiz nədir? Problemimiz odur ki, 26-dan sonra bizim bir dənə vergülümüz var. Hansı ki bizə lazım deyil. Değil mi? Evet. Bəs yaxşı, mən bu vergülü rəqəmdən sonra yox, rəqəmdən əvvəl yazsam nə olacaq? O zaman 26'dan sonra hiçbir vergül yoktur. Yani ki bu meseleyi hallederdik. Evet. Şimdi bizim burada bir tane əlavə vergülümüz əmələ gəldi. Gəlin mən sizə bir dənə də şey söyleyeyim. O şey ondan ibarətdir ki, biz hal-hazırda əslində belə deyək də, heç də məsləhət görülməyən bir iş görürük. Biz elementin inner HTML-ində yığım eləməyə çalışırıq. Yəni hər dəfəsindən bura bir dənə şey əlavə eləməyə çalışırıq, əlavə eləməyə. Əlavə eləmək HTML elementin içərisində olmaz. Əlavə eləyərik biz müəyyən bir dəyişənin içərisində. Məsəl üçün, belə bir dəyişənimiz olsa, tamam, boş string olan dəyişənimiz olsa, bunun içərisində biz yığım eləyə bilərik. Əlavə eləyərik. Axırda isə bunun içərisində nə yığmışıqsa, bunun içərisində biz qoya bilərik. Tamam. Bu bütün parametrlara görə daha səliqəli və deməli təhlükəsiz bir koddur. Tamam mı? Onun gələn dərsdə mən sizə göstərəcəm ki,
inner HTML-də niyə yığım eləmək olmaz? O vaxtı onu göstərmək olar. Hə, amma indiki vəziyyətdə bizim burada belə bir asılan vergülümüz var. Niyə? Çünki o başda bunu boş stringə əlavə eləməyə çalışır. Burada boş string yox, məsəl üçün tutalım ki, 0 yazsaydıq, o zaman yəni sıfırdan başlayaraq bura qəşəng gözəl bütün vergülləri yazacaqdı. Sadəcə bizə 0 lazım deyil, bizə 1 lazım idi. Tamam, bunu 1 eləsək o zaman nə olacaq? O zaman bizdə 2 dənə 1 olur. Yəni burada da 1 var, burada da 1 var. Yəni ki, buradakı 1-dir. Bəs yaxşı, biz bunu 1-dən yox 2-dən başlatsaq. O zaman qəşəng gözəl bir şəkildə 1-dən başlayıb 26-da qutaran və vergülsüz normal bir kodu əldə etmiş olur. Tamam. Və bu arada bizim buradaki kodun içərisində if yoxdur. If'in olmaması əslində çox önəmlidir. Niyə? Çünki o burada hər dəfə yoxlamı aparmaq məcburiyyətində deyil. Yəni həmin o hər dəfə olunan yoxlama əlavə bir əməliyyatdır. Tamamilə lazımsız əməliyyatdır. Lazımsız əməliyyatları eləməsək çox daha məsləhətli olar. Tamam. Yaxşı. Bunu da elədik. Nə gözəl. Gəlin bir dənə də şey eləməyə çalışaq. C'si 07 D olur. Elə mi? Tak. Ben sizden ne istiyorum? Böyle bir şey istiyorum ben millət. Ben istiyorum ki siz benim için böyle bir kod əmələ gətirəsiniz. Kod deyəndə ki, burada bir dənə məsələn ule ola bilər. Və ulenin şeylərində, ulenin zadları olmaq məcburiyyətində deyil. Onun üçün yazırıq ki, ulenin list style'ı olsun none. Lab padding'i də olsun 10 piksel. Mən belə bir şey istəyirəm. Ben o ikinci seviyenizi bir soru her türlü bir artısı sürede altı göstermiş. Göstersin de ben ne diyorum ki? Ben etiraz edemiyorum. Hay Allah. Beləçindən bir şey istəyirəm ki, 2'ye vurma cədvəlin siz burada mənim üçün əmələ getirəsiniz. Yaxşı.
Ulerin içine üniversitede işlemeyi. Ne? Ulerin içinde üniversitede işlemeyi. İşləyir, niyə işləmir ki? Səhv yazsan işləmir. Kim deyir ki işləmir? Ay, Allah, Allah, Allah. Bak, ulenin içərisində sadəcə elə belə zad eləmək olmaz. Ulenin içində lelər olmalıdır. Lelerin içərisində isə belə bir şey olmalıdır. Burada 2 her zaman sabittir. Vurma işarəsi sabittir. Beraberdir, sabittir. Bu buradaki rəqəm değişir. Buradaki rəqəm birdən neçəyə kimi değişir? 9'a kimi. Deməli bizim burada fora ihtiyacımız var. Hansı ki bu rəqəmi bizim üçün emal edəcək. Ne iyi olsun. Olsun da mən nə deyirəm ki? Sonra iki bana olsun. Sonra i kiçik beraber olsun 9'a. Tamamıyla haklısın. Sonra i plus plus. Sonra onun içinden beşini alacağım. Ondan sonra bura nasıl değişen? Değişen ne dedi? Yani risotto yapacağım. Net beraber değil. Valla burası olacak i. Düzdü mü? Какой i vallahi ya? Geç kişi yeniden açarsın. En sabah pensiyonu sapsın. Burası olur i. Yani hesaplamak için sen bura i vurulsun 2 yazabilirsen. I ol nedir? Bunu biraz Ha? Ha, bunun için baş lazımdır da o çətin məsələ. Tak. Buraya yazırıq 7 4. Bura nəsə səhv yazmışım. Ne yazmışım ben orada? 97 adlandırıcı şeyler. Oradan? Kodda. Aha. Ha. 0 olmalıdır ya. Bak, ben beni görmürəm. Onun için tak. İndi deyir i is not defined. Çünkü bura i yazmamışım. Tak. Oley! Bəli, bizim üçün belə bir gözəlliyi bu burada çıxardı. Düzdürmü? Maraqlı. İndi mən bunu daha da maraqlı eləmək istəyirəm. İstəyirəm ki, mən burada Buledən əvvəl bir dənə selectim olsun. İstəyirəm ki, bunun ID'si n olsun. Və istəyirəm ki, bu select'in içərisində birdən 9'a kimi rəqəmlər olsun. N'in içərisində birdən 9'a qədər rəqəmlərin olması üçün nə etmək lazımdır? Bizə bir dənə for lazımdır. Hansının ki içərisində i birdən başlayacaq. Ondan sonra 9'a kimi gedəcək, bir artacaq. Və hər dəfəsində n'ə əlavə eləyəcək. Ne istəyirsən yenə? İyi yine başka bir yazım Olar. Bəli. İstədiyini yaza bilərsən. Amma adətən i yazırlar ya da j yazırlar. Bütün dünya proqramçıları ora i və ya j yazır, amma sən başqa şey yaza bilərsən. Yəni onun üçün sən koduna baxıb səni söysünlər ki, bu qız bunu niyə yazır ki, məsələn o. Yəni bu i olmalıdır da. Amma olar. Yəni. Bəli.
Beləliklə bizim burada belə bir selektimiz əmələ gəlir. İndi mən istəyirəm ki, buradan vəbşi birdən başlamasın. Yəni 1-ə vurma cədvəli kimə lazımdır ki, 2-dən başlasın. Məsəl üçün buradan biz hər hansı bir rəqəm seçdiyimiz vaxtı burada onun vurma cədvəlini göstərsin. Yəni bu nə deməkdir? Bu deməkdir ki, bizim burada bir dənə biz rəqəmi dəyişdirdiyimiz zaman on change məsəl üçün olsun, məsəl üçün vur. Yəni ki, mal funksiyası işləsin. Və bizim də burada bir dənə functionumuz olacaq. Adı olacaq multiplication. Bunu mən bunun içərisinə salacağım. Bu arada burada kod var. Kodu da bunun içərisinə salmaq lazımdır ki, hər dəfəsində o sıfırlasın. Kodun hər dəfəsində sıfırlasılması millət tualet qanunu adlanır. Bəli, eləcə də adlanır. Yəni bunun qaydası bundan ibarətdir ki, bu dəqiqə heç nə dəyişmir. Çünki bizdə burada 2 yazılır. Amma bizə lazımdır ki, burada hər dəfəsində yazılsın nə? N'in value'su yazılsın. Tamam. Buraya yazırıq N'in value'su. Burada yazırıq 2 əvəzinə N'in value'su. Beləliklə. Aha. Bu 7-yə vurulacaq, 9-a vurulacaq, məsələn 6-ya vurulacaq. Hətta başlanğıçda da burada 2-yə vurma cədvəlinin çıxmasını istəyiriksə, o zaman biz bu funksiyanı elə belə də çağıra bilərik. O zaman sırası N'ə baxır, görür ki, burada bu dəqiqə 2 idi seçilir. Onun üçün, yəni 2-yə vurma cədvəlini bizim üçün verir. Bu. Böyle bir güzellik. Bakın da ne diyorum ki? Yani bu burada olmasaydı gösteririm. Mesela için kod çölde olsaydı ne değişecekti? Bu işlemeyecekti. Bu işleyecekti. Yani birincisi bak deyir cannot access code before initialization. Bunu başa kaldıraq. Misal için burada dursun. Ha işlədi. Okay mi? Ama ben hal-hazırda başka bir seçim elədiyim zaman baxın neynədir? Ona cəladı şey. Baxın neynədir? Ha. Elə tualet qanunu ondan ibarətdir ki, ona görə biz hər dəfə hər hansı bir dəyişəni istifadə elədiyimiz vaxtı onu təmizləmək məcburiyyətindəyik. Adətən, yəni tualetdə yazılır ki, işimizi görəndən sonra təmizləyək. Tamam? Amma yəni ki, praktikada elə deyil. Praktikada ictimai tualetə girdiyimiz vaxtı, yəni nə görürük? Girdiyimiz vaxtı deyir ki, vaxsey, onun üçün əvvəlcədən sifonu çəkirik, ondan sonra işimizi görürük. Yəni burada deyilən ki, nədir? Burada deyilən ki, nədir? Biz əvvəlcədən kodumuzu sıfırlayırıq, ondan sonra işimizi görürük. Beləliklə, hər dəfə nəsə bir şey bizə lazım olduğu zaman əvvəlcə kod sıfırlanır, təmizlənir və ondan sonra yenidən doldurulur və inner HTML-ə şamil olunur. Okay? Ama bunun üçün birbaşa inner HTML-ə bu yığım eləməyin şeyi yoxdur. Çünki onun sil, sonra təzədən yığ, nə bilim, nəfi, feşməkən o deyil. Yəni, nəzəri olaraq burada da bunu belə eləməməliyik, amma cəhənnəmə. Yəni, bu balaca, qısa bir şeydir və burada ziyanı yoxdur. Amma sabahları gələn dərsdə sizə göstərəcəm elə bir vəziyyət. Nə vaxt ki, onun ziyanı olacaq. Vot, belə işlər millət. Yəni, gördüyünüz kimi, bəlkə də hiss eləmişsiniz ki, geçən faydalı bir mövzudur. Bunu yaxşı-yaxşı öyrənməkdə fayda var.
Kodları aydın məsələdir ki, mən sizə göndərirəm. Və eyni zamanda mən sizə bu günləri bir xeyli bol-bol tapşırıq göndərəcəm. Bu mövzunu yaxşı-yaxşı öyrənməyiniz üçün. Tak, bunlar hamısı formla əlaqədar olan şeylərdir. Yəni bu interfeysdir, inputlu butondur. Üstünə basanda, bura bunu yazanda, buna basanda bunu verməlidir. Burada da onun şeyi var, tərifi var ki, nə olması sizdən tələb olunur. Diqqətli oxuyun. Misal üçün, axırıncısı nədir? Bir sətirli cədvəlin xanalarına yazılsın. Yəni ki, burada cədvəl yaratmalısınız. Paralel olaraq onun içərisində, misal üçün, xanalar olmalıdır bir sətir formasında və onun içərisində rəqəmləri yazmalısınız. Tamam? Bunu zəhmət olmasa eləyin, gələn dərsdə davam edərik. Okay? Bugünlük bu qədər. Bəsdir. Artıq